Bu təhsil ocağı işğaldan azad edilən ərazilərdə qurulan və müasir standartlara cavab verən təhsil ocaqlarının sadəcə biridir. Səhər saatlarıdır və məktəbdə dərs gedir. Gəlin bir neçə sinifə daxil olağın. Hazırda 5B sinifindəyik. Sabahınız xeyir olsun. Nə dərsidir müəllim? Azərbaycan. Necəsiz uşaqlar? Yaxşısınız. Qeyd edim ki, burada artıq yüzlərlə şagirdin təhsili tam şəkildə bərpa olunub. Bu isə Füzulidə həyatın yenidən başlanmasının bir daha sübutudur. İndi digər sinif otağına daxil olacağıq. 5A sinifidir. Burada dərs prosesi davam edir. Təbii ki, bu cür məktəblərin sayı bölgədə artmaqdadır. Təkcə Füzuli deyil, işğaldan azad olan digər şəhərlərdə də bu tipli müəssisələrin tikintisi davam edir. Təbii ki, burada əsas məqsəd şagirdlərə doğma torpaqlarda təhlükəsiz, müasir və ləyaqətli təhsil almaq imkanı yaratmaqdır. Və təbii ki, bu cür məktəblərin tam infrastruktura malik olması şagirdlərin yaradıcılığına da tam təsir edir. Elə təsadüfi deyil ki, məhz bu məktəb artıq fəaliyyəti başlayandan sonra burada fəaliyyət göstərir. Müəllimlər eyni zamanda təhsil alan şagirdlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edib, qalib gəliblər. Elə istəyirəm ətraflı məlumatı bizə birbaşa bağlantıda məktəbin müəllimi Rəna Hümbətova məlumat versin. Sabahınız xeyir olsun Rəna xanım. Ətraflı məlumatı siz sağ olun. Ətraflı məlumat sizdən eşidək. Hansı yarışlarda iştirak etmişsiniz və şagirdləriniz və qalibləriniz kimlərdir? Biz keçən il ilk dəfə olaraq işğaldan azad olunmuş məktəb kimi 2024 safda iştirak etdik və orada STEM Award kateqoriyası üzrə Eco-Coding kateqoriyasında orada qalib olduq. Bu il isə daha da həvəslənərək bizim az yaşlı uşaqlarımız, 3-cü sinif olan şagirdlərimiz biz seçim mərhələsinə qatıldıq və uğur qazanaraq RoboGame Kids kateqoriyası üzrə yenə Saft 25-də iştirak etdik və orada bürünc medalla təltif olunduq. Bu da bizim üçün çox sevindiricidir. Artıq məktəbimiz 3 ildir fəaliyyət göstərir və bu qısa müddət ərzində bizim belə uğurlarımız bizi və şagirdlərimizi çox sevindirir və inşallah gələcək Azərbaycan çempionluğunda da RoboGames üzrə yenə qatılacağıq və orada uğur qazanacağımıza inanırıq. Çox sağ olun, təşəkkür edirik. Təşəkkür edirəm. Bizim səs çatdıracaqlarımız bundan ibarət idi. Qeyd edeyim ki, bu kimi təhsil məsələlərinin inşası regionun sosial inkişafına dəstək olmaqla yanaşı əhalinin doğma yurda qayıdışının prosesinə təkan verir. Bizim çatdıracaqlarımızı bu qədər sözü yenidən sizə ötürürük.